Salam, hörmətli müəllimlər, abituriyentlər və MİQ-ə hazırlaşan müdavimlər. Azərbaycanın iqtisadiyyatının inkişafı və sənayesinin inkişafı haqqında sizə qısa video məlumat vermək istəyirəm. Təbii ki, bunların hər biri sizlərə dəstək məqsədi ilədir. Azərbaycanın sənayesi və iqtisadiyyatının inkişafı haqqında danışacağıq. Ümumiyyətlə, bir dövlətin güclü iqtisadiyyatı mürəkkəb, həm də uzunmüddətli bir mərhələdən keçir. Bildiyiniz kimi Azərbaycan 70 ilə yaxın, demək olar ki 70 il SSR əsarətində qalıb və bu dövrdə özünün təbii sərvətlərindən istifadə edə bilməyib. Ona görə də güclü bir iqtisadiyyat formalaşdıra bilməmişdir müstəqillik illərinə qədər. Amma müstəqillik illərindən bu günə qədər artıq Azərbaycanın iqtisadiyyatı güclənmiş hesab edilir. Və təbii ki 1990-cı illərdə Azərbaycan yeni müstəqillik əldə etdi və bu zaman dünya ölkələri tərəfindən geniş iqtisadi əlaqələrə olmadığı üçün dünya ölkələri ilə təbii ki müəyyən iqtisadi çətinliklər oldu. Lakin 1994-cü ildə bağlanan əsrin müqaviləsi ilə Azərbaycana xarici şirkətlər axın etdi. Həmin əsrin müqaviləsi kompensasiya sazişi hesab edilir. Kompensasiya sazişi nə idi? İri xarici şirkətlərin ölkələrə kreditlər verməsi, onun qarşılığında müəyyən məhsullar alması idi. Və əsrin müqaviləsinin bağlanması ilə Azərbaycanın əsas təbii sərvəti olan neft dünya bazarına çıxarılmağa başladı. Təbii ki, bu da Bakı, Tiflis, Ceyhan şəhəri ilə. Bu dövrdə Azərbaycanın 3 əsas neft yatağı var idi. Azər, Çıraq, Günəşli. Və bu 3 əsas neft yatağından sonra yeni yataqlar kəşf olunmağa başladı. Bundan başqa təbii sərvətlərlə yanaşı Azərbaycanın yerləşdiyi coğrafi mövqeyin də iqtisadiyyatın inkişafına böyük təsiri var. Transkafqaz mövqedə olması, həm şimal, həm də şimal-cənub, həm də şərq-qərb dəhlizi üzərində yerləşməsi Azərbaycanın iqtisadiyyatına təkan verən amillərdən biridir. Və məşğulluq səviyyəsinə gəlincə, SSR dövründə təbii ki sosializm quruluşu idi və bu quruluşda hər şey dövlətə məxsus idi. Dövlət mülkiyyətinin payı daha çox idi, özəl sahibkarlığın payı isə minimal səviyyədə idi. Amma artıq dövlətin müstəqillik əldə etməsindən sonra yeni iş yerləri açıldı və iş yerləri dövlət və özəl sektorlar olmaqla iki yerə bölündü. Deməli, dövlət və özəl sektor olmaqla iki qrupa ayrıldı. Müstəqillikdən əvvəl qeyri-dövlət sektorları, yəni özəl sektorlar az sayda idi, minimal səviyyədə idi, amma hal-hazırda özəl müəssisələrin və orada işləyənlərin payı daha çoxdur. Bu qrafikimizə baxsaq, görürük ki, özəl müəssisələrdə çalışanların faizi hal-hazırda dövlət müəssisələrində çalışanların faizindən daha çoxdur. Qeyri-dövlət sektoru müəssisələrində əsasən sahibkarlıq fəaliyyəti ilə əlaqədar inkişaf edir. Sahibkar hər hansısa bir fəaliyyət növü üzrə müəssisələri yaradan və ona rəhbərlik edən şəxs hesab edilir. Və hal-hazırda da Azərbaycan iqtisadiyyatında deməli özəl sektorların payı daha çoxdur. Sonra keçirik Azərbaycan iqtisadiyyatının inkişaf mərhələsinə. Bugünkü iqtisadiyyatımız təbii ki birdən-birə olmayıb, müəyyən mərhələlər keçmişdir. Bu mərhələni biz 4 mərhələyə bölürük. Azərbaycan hazırda inkişafının 4-cü mərhələsindədir. Və biz bu mərhələni 4 qrupa bölürük. Birinci mərhələ. Azərbaycan bu dövrdə aqrar dövləti idi, yəni iqtisadiyyatı kənd təsərrüfatından asılı idi. 1900-cü ilə qədərki dövrü əhatə edir və ölkənin təsərrüfatında yüngül və qida sənayesi inkişaf etmiş hesab edilirdi. Və Azərbaycan həmin dövrdə xarici ölkələrə neft, yun, ipək, parsa, xalça, kürü ixrac edirdi. Gördüyünüz kimi əsas kənd təsərrüfatı məhsulları ixrac etmişdir. İkinci mərhələ isə 1900-1940-cı illər, yəni Birinci Dünya müharibəsinə qədər olan illəri əhatə edirdi. Bu dövrdə neft hasilatına görə dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilən Azərbaycan, xüsusən də 1920-ci illərdə neft çıxarırdı dünya bazarına və həmin neftdən xeyli gəlir əldə etmişdir. Və bu dövrdə artıq neft sənayesinin inkişafı ilə Azərbaycan aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrilmişdir. Yəni, kənd təsərrüfatı ilə yanaşı neft sənayesidə inkişaf edirdi. Ona görə biz buna deyirik ki, aqrar sənaye ölkəsi adlandıracaq. Birinci mərhələni.
aqrar adlandırdıq. İkinci mərhələni aqrar sənaye ölkəsinə çevrilməsi adlandırdıq. Təbii ki, burada neftin istehsalının artması neft maşın qayırmasına olan tələbatı da artırmışdır. Və beləliklə Azərbaycanın neft maşın qayırması sənayesi də inkişaf etmişdir. Və istehsal edilən neft maşın qayırması məhsulları həm ölkənin daxili tələbatını ödəyirdi, həm də xarici ölkələrə satılmağa başlamışdı. Və beləliklə neft maşın qayırması üzrə də ixtisaslaşmışdı. Hal-hazırda da Azərbaycanın ixtisaslaşmış sahələrindən biri də neft maşın qayırmasıdır. Sonra keçirik 3-cü mərhələ 40-90-cı illərdə. Bu dövrdə neft sektoru ilə yanaşı qeyri-neft sektorları da inkişaf etməyə başladı və ona görə bu mərhələni sənaye mərhələsi adlandırır. Deməli, bu dövrdə neftlə yanaşı digər sənaye sahələrdə inkişaf etdi və ölkənin sənaye strukturunda ciddi dəyişikliklər baş verdi. Və Gəncə alüminium zavodu, Daşkəsən filiz saxlaşma zavodu, Sumqayıt boru prokat zavodu, Sumqayıt sintetik kauçuk zavodu, Mingəçevir sesi, Bakı məişət kondisionerləri zavodları və sair digər müəssisələr fəaliyyətə başladı. Təbii ki, bu müəssisələr əgər fəaliyyətə başlayırsa, burada işləməyə ixtisaslı kadrlar lazımdır və bunun üçün də ixtisaslı kadrlara diqqət artırıldı və onların hazırlığına xüsusi diqqət yetirildi, xüsusi mütəxəssis hazırlığına başlanıldı və beləliklə təhsil də inkişaf etməyə başladı. 90-cı bu mərhələndə sənaye mərhələsi adlandırdıq, 3-cü mərhələni. Hal-hazırda Azərbaycan iqtisadiyyatın inkişafının 4-cü mərhələsindədir və bu 4-cü mərhələdə Azərbaycanın iqtisadiyyatında mühüm dəyişikliklərin baş verməsini görəcəyik. 4-cü mərhələ bu mərhələ Azərbaycanın iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası kimi səciyyələndirir. Azərbaycanın zəngin təbii sərvətləri, regresiya ehtiyatları, yəni turizm, ümumiyyətlə bütün təbii ehtiyatlarından kompleks istifadə xarakterik olacaq bu mərhələ üçün. 90-cı illərdə əsrə müqaviləsinin bağlanması ölkəyə xarici şirkətlərin gəlməsinə səbəb oldu və müqaviləyə əsasən yeni neft yataqları, Azərçıraq Günəşli əsas neft yataqları üçün investisiyalar qoyuldu. Və bundan sonra Bakı-Tiflis-Ceyhan kəməri çəkildi. Bakı-Ərzurum qaz kəməri isə Şahdəniz qaz yatağının kəşfi ilə başlanıldı. Sonra Bakı-Tiflis qaz dəmir yolunun açılması, Tanap xəttinin çəkilməsi də iqtisadiyyatımızın bu mərhələsinə aiddir. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadiyyatının ən güclü mərhələsi 4-cü mərhələ olsa da, həm də bu mərhələdə böhran keçirilmişdir. Sual versələr ki, Azərbaycan iqtisadiyyatı hansı mərhələdə böhran keçirilib? Deyəcəksiniz 4-cü mərhələdə. Bu haqda danışacağıq. Bu Azərbaycanın 11-ci sinif dərsliyinə verilən sənaye xəritəsidir. Burada ən mühüm sənayenin Abşeron yarımadasında təmərküzləşdiyini görə bilərik. Təbii ki, bu da paytaxt mövqeyi, coğrafi mövqeyi və əhalinin əsas hissəsinin burada cəmləşməsi, tələbatın çox olması ilə əlaqədardır. Bakı ilə yanaşı Bakı, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan kimi iri sənaye şəhərlərimiz də mövcuddur. Bu xəritəni tövsiyə edirəm ki, qoyub qarşınıza təhlil edəsiniz. Azərbaycanın sənaye sahələrini bölürük. Yanacaq energetika sənayesi, onun da əsas sənayesi neft sənayesi, qaz sənayesi və elektroenergetika sənayesi. Neft yataqlarımız Azərçıraq Günəşli əsasdır. Bundan başqa dənizdə İnam, sonra Dan Ulduzu, Əşrəfi, Qarabağ və s. kimi yataqlarımız mövcuddur. Eyni zamanda quruda Siyəzən, Mollakənd, Muradxanlı, Neftçala, Qaraçala, Siyəzən, Balaxanı, Pirallahə və s. kimi neft yataqlarımız mövcuddur. Bunların əksəriyyəti Kaynazoy yaşlıdır. Yalnız 2 dənəsi Muradxanlı və Mollakənd Mezozoy yaşlı neft yataqlarıdır. Qaz yataqlarımız suda Gürcan, Zirə, Qaradağ, Qobustan əsas qurudadır bunlar. Şahdəniz, Ümid, Abşeron deməli dənizdə olan əsas qaz yataqlarımızdır. Və burada diqqət yetirmək lazımdır. Ümid qaz yatağı, İnam neft yatağıdır. Onu qarışdırmaq olmaz. Ümidlə İnam fərqli yataqlardır. Sonra energetika. Biz əsas dünyada olduğu kimi Azərbaycanın da elektroenergetika balansında əsas yeri İES-lər tutub. Bundan başqa İEM-lər var. SES-lər, KES-lər və HES-lər
elektroenergetika sənayemizə daxildir. Azərbaycanda ən iri külə elektrik stansiyaları Yaşma külə elektrik stansiyası hesab edilir. Yeni Yaşma qəsəbəsində yerləşdiyinə görə bunu belə adlandırırlar. Sonra qara metallurgiya əsas xammalı daş kəsən dəmir filiz yataqlarıdır və qırıntı metallarından istifadə edilir. Yəni təkrar emal. Qara metallurgiyanın da neft qaz sənayesinin olan tələbatı inkişafına təkan verir. Yəni neft qaz sənayesinin inkişafında tələb olunur ki, orada ağır maşın qayırma sahəsi olan neft maşın qayırması istehsal edilsin. Təbii ki, neft maşın qayırması da metala olan tələbatı çoxdur. Metala olan tələbatı çox olduğuna görə aydın məsələdir ki, metallurgiya sənayesi inkişaf etməlidir. Sonra polad əritmə zavodu, zavodlarımızın adları qeyd olunur və metallurgiyada bentonit gilindən istifadə edilir. Qazax rayonunun Daşsalahlı kəndində yatağında hasil edilən bentonit gilindən metal tökmədə qəliblər kimi istifadə edilir. Ən iri metallurgiya bazalarınızı seçin. Gəncə, Daşkəsən, Abşeron və Bakı iqtisadi rayonlardır. Bu üç iqtisadi rayondan başqasını seçmirik. Sonra əlvan metallurgiya, ən iri metallurgiya bazaları yenə də Gəncə, Daşkəsən, Bakı və Abşerondur. Gəncə, Daşkəsən aydın məsələdir ki, burada xam mal var, hasilat var, saflaşdırma var. Bakı və Abşeronda isə tələbatın çox olması ilə əlaqədardır. Xüsusən də Zərlik Aminit yatağı Daşkəsəndə, Qaradağ mis yatağı Gədəbəydə, alüminium zavodu isə Gəncə və Sumqayıtda fəaliyyət göstərir. Qaradağ mis zavodu Gədəbəydədir. Bunlar əlvan metallurgiyanın xam mallarıdır. Gəncə və Sumqayıtda isə alüminium zavodları fəaliyyət göstərir. Sonra kimya sənayesi. Kimya sənayesi müxtəlif sahələr var ölkəmizdə. Dağ mədən, əsas, üzvü, polimerlər kimyası, polimer materialların emalı kimyası və s. Sonra meşə və tikinti sənayesi, yüngül sənaye, yenilik sənayesi də bizdə inkişaf etmişdir. Yüngül və yenilik sənayesi demək olar ki, hər zaman hər bir ölkədə inkişaf edir. Meşə sənayesində xüsusən də biz tikintidə istifadə edilir və mebel sənayesidir. Mebel sənayesi Bakı şəhərinə meyillidir. Təbii ki, bu da tələbatla əlaqədar olaraq Bakı şəhərinə meyl edir. Kimya məhsullarının 60%-i Sumqayıt şəhərinin payına düşür. Bunun da əsas səbəbi Sumqayıtın Bakıya, yəni Bakıda neft emalı müəssisələrinə yaxın yerləşməsi ilə əlaqədardır. Gəncədə kalium gübrəsi, Sumqayıtda isə fosfat aiddir. Elektroenergetika sənayesini incələyək. Ölkənin ən böyük elektrik stansiyaları təbii ki, İES-lərdir. Çünki ölkəmizin əsas istilik, daha doğrusu elektrik mənbəyi İES-lərin payına düşür. Bakı şəhərində, Şirvan şəhərində və Mingəçevirdə İES-lər var. Mingəçevirdə Azərbaycan adlı, bunu unutmayaq. Azərbaycan İES-i hardadır? Deyəcəksiniz ki, Mingəçevirdə. İES-dir orada. Mingəçevirdə həm SES var, həm İES var. Əsas deməli enerji balansımızda İES-lər durur. Bakıda qırmızı ulduz, şimal dres, cənubda isə daha doğrusu Şirvan şəhərimizdə isə cənub dres fəaliyyət göstərəcək. Ölkənin ən böyük elektrik stansiyaları, su elektrik stansiyası Kürd çayı üzərində olan Şəmkir, Mingəçevir, Barbara və Yenikənd SES-ləridir. Ardıcıl tikildiyinə görə bunlar kaskad adlanacaq. Kaskad SES-lər. Ucuz enerji mənbələridir. Onu da qeyd edim ki, Azərbaycanda ilk SES Gədəbəydə Qalakənddə tikilmişdir. Tərtər çay üzərində Sərsəng və su qovşan, bunu unutmaq olmaz, yenidir. Araz çay üzərində Araz su qovşağı, eyni zamanda Xudafərin və Qız Qalası SES-ləri tikilmişdir. Ən güclü sesimiz Mingəçevirdir, ikinci yerdə isə Şəmkir sesi durur. Bunlar iri ölçülü, ən böyük seslərimizdir. Buna başqa orta ölçülü seslərimiz də var. Orta ölçülü seslər də ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Bunlardan Orduvat sesi və Taxta Körpü sesini misal göstərmək olar. Su elektrik stansiyasının tikintisi baha başa gəlir, lakin alınan enerjinin maya dəyəri daha ucuzdur və ekoloji cəhətdən təmizdir. Bu, Kürd çayı üzərində su anbarlarının tikilməsinin mənfi tərəfləri də var təbii ki. Kür-Araz ovalığında şoranlaşmanın sahəsi artmışdır. Orada olan göllərin sahəsi azalmışdır. Tugay meşələr su altında qalmışdır və
Ərazidə bataqlıqların sahəsi, daha doğrusu qurun sularının səviyyəsi özündən yuxarı hissədə artmışdır. Sonra son illərdə kiçik ölçülü SES-lərdən geniş istifadə edilir. Kiçik ölçülü SES-lərimizə aiddir Balakən, Göyçay, İsmail Oğuz və Astarada tikilən su elektrik stansiyaları misal göstərmək olar. Məsələn, testdə sual düşsə ki, Balakən, Astara, Oğuz, İsmaildə su elektrik stansiyaları fəaliyyət göstərir. Deyəcəksiniz ki, bəli, fəaliyyət göstərir. Fərqi yoxdur. Kiçikdir, böyük, əsas odur, SES kimi fəaliyyət göstərir. Güləbird su anbarı Həkəri çayı üzərindədir. Sonra Qız Qalası və Xudafərin haqqında danışdıq. İranla Azərbaycanın birgə istismarıdır. Sonra keçək. Bax, bu dediyimiz həmin məsələdir ki, Azərbaycan iqtisadiyyatının 4-cü mərhələsində 2 dəfə böhran baş vermişdir. Biri iqtisadi böhran 2008-ci ildə dünyanın krizis altında qalması, belə deyək, dünyanın bütün ölkələrində demək olar ki, krizis baş vermişdir. Sonra 2015-ci ildə neftin qiymətinin kəskin düşməsi ilə bu baş vermişdir. Amma yoxsulluğun səviyyəsi Azərbaycanda get-gedə aşağı düşmüşdür. 2000-ci ildə yoxsulluq 40% idisə, artıq o 5%-ə qədər düşmüşdür. Azərbaycan dünyada yuxarı orta gəlirli ölkə hesab edilir. Həmçində insan inkişaf indeksinin yüksək olduğu ölkələr qrupuna daxildir. SES-lərdən ölkələr, deməli, iqtisadi rayonlar üzrə demək, ayrı-ayrı öyrənsək, deyə bilərik ki, Bakı şəhərində əsas İES-lər və İEM-lər enerjini ödəyir. Bakı və Abşeron iqtisadi rayonlarında. Bakıda Şimal Dres və Abşeronda Sumqayıt İstilik Elektrik Mərkəzi İEM-2 fəaliyyət göstərir. Modul tipli İES-lər mövcuddur. Modul tipli İES-lərimiz Astara, Lerik, Sumqayıt, Gəncə, Quba, Bakı və Şəki şəhərlərindədir. Modul tipli İES-lər əsasən tələbatın çox olduğu şəhərlərdə qurulur. Onu yadda saxlayın. Astara, Lerik 2 dənə, ikisi cənubda, Quba, Xaçmaz, ikisi şimalda, Gəncə və Bakı, Şəki bura aiddir. Xaçmazda da mövcud olacaq, onu da yadda saxlayarıq. Sonra Sumqayıtda boru prokat zavodu fəaliyyət göstərir, bu haqda danışdıq. Sonra Bakıda Qaradağ sement zavodu fəaliyyət göstərir, bu da ölkə iqtisadiyyatına aiddir. Həmçində Bakı və Abşeron iqtisadi rayonunda külək elektrik stansiyalarından geniş istifadə edilir. Naxçıvanda Badamlı, Sirav, Bayxır və Daradağ mineral sular istehsal edilir və bu suların istehsalı ilə əlaqədar olaraq şüşə istehsal müəssisələrində fəaliyyət göstərir. Həm yerli, həm də xarici bazarlara göndərilir. Naxçıvanda tikinti materialları, dəmir, beton, kərpic, travertin, mərmər və sair istehsal edilir. Sonra Naxçıvanda Nazlifan avtomobilləri istehsal edilir və onun da ən əsas idxalçısı Belarus Respublikası hesab edilir. Neftsalda Xəzər avtomobili istehsal edilir. Sonra bunu da yadda saxlayın ki, Mingəçevirdə texniki rezin, Neftsalda yod brom, Salyanda plastik kütlə istehsal edilir. Və bunu da qeyd edək ki, pambıq parça istehsalı Mingəçevirdə, yunun ilkin emalı Yevlaxda, xalçaçılığı isə Hacıqabulda olacaq. Neftsalı yod brom Müşovda və bazarların yataqlarında yod istehsal edilir və dünya bazarına göndərilir. Dental alüminium zavodu hardadır? Deyəcəksiniz, Gəncə şəhərində. Və dental alüminium zavodunda alüminium istehsalının birinci mərhələsi həyata keçirilir. Alüminium oksidi istehsal olunaraq hazır məhsul alınması üçün Sumqayıt şəhərinə göndərilir. Və istehsal edilən alüminium dünya bazarına çıxarılır, bəzi ölkələr tərəfindən ixal edilir. Gədəbəy qızıl yatağı Azərqol şirkəti tərəfindən istismar edilir və Iron Brand adı altında dünya bazarına çıxarılır. Qənnəti müəssisələr demək olar ki, bütün iqtisadi rayonlarımıza meyillidir. Meyvə konserv zavodları isə xüsusən Lənkəran, Astara, Şəki, Zaqatala, Quba, Xaçmaz meyvəçiliyimizin inkişaf etdiyi ərazilərə meyil edir. Dağlıq Şirvanda süd və süd məhsulları əsas nələrdir? İxtisaslaşma sahəsidir. Sonra mineral bulaqlardan Badamlı, Sirav, Bayxır, Daradağ, Naxçıvanda, Kəlbəcərdə isti su bu gün süfrələrimizə çatdırılır. Şuşada turş su, Şırlan mineral bulaqları, sonra İlisu, Xalxal, Bum, Şəki, Zaqatalada, Çuxurgöd, Şamaxıda, Cimi, Xaşı, Xaltan, Qubada, Qalaltı, Quba, Xaçmaz iqtisadi rayonunda, Şıx Suraxanı isə Bakı iqtisadi rayonunda yerləşir. Sonra Qəbələdə alabalıq yetişdirmə ferması mövcuddur.
Turizm Azərbaycanda həm 3S turizmi, həm də 3E turizmi inkişaf etmişdir deyə bilərik. Xəzər dənizinin çıxışı olanlarda 3S, həm də 3L turizmi inkişaf etmişdir. Yəni hər iki turizm üçün potensial mövcuddur bizdə. Azərbaycan ticarət dövriyyəsi müsbətdir. Yəni satdığı məhsulun həcmi aldığı məhsulun həcmindən daha çoxdur. Daha çox, yəni gəlir əldə edir. İxrac edilən əsas məhsullarımız xam neft, benzin, sürtgü yağları, təbii qaz, üzüm şərabları, cips, meyvə tərəvəz məhsulları, şəkər, bitki yağları, pambıq, mahlıc, kartof, yun və s. Aldığımız məhsullar isə maşın və texniki avadanlıqlar, dərman preparatları, taxıl, meşə məhsulları. Azərbaycanda taxıl daxili tələbatdan çox istehsal edilsə də, taxılın əsas hissəsini ixal edirik, alırıq. Bunun da əsas səbəbi odur ki, bizdə istehsal edilən taxıl yem bazası kimi istifadə edilir heyvandarlıqda. Sonra ölkədə turizmin inkişafı üçün bəzi tədbirlər həyata keçirilir ki, Azərbaycan dünya arenasında tanınsın. O vaxt Azərbaycana gəlmirdilər, bilirdilər ki, Azərbaycan haqqında ya məlumatları yox idi. Bilənlər də elə bilirdi ki, Qarabağ müharibəsi Azərbaycan arasında gedir. Azərbaycana gəlsələr başlarına bomba düşəcək. Elə bilirdilər ki, müharibə Bakıya yaxındır, yəni o baxımdan və bu beynəlxalq tədbirlərin keçirilməsi turistlərin ölkəmizə axın etməsinə və ölkənin daha çox tanınmasına səbəb oldu. Bura xüsusən İslam həmrəyliyi oyunlarından sonra ərəblər axın etməyə başladı. Avropa oyunları, Avrovisiondan sonra Avropalı turistlər də ölkəmizə gəlməyə başladı və bu gün Azərbaycan iqtisadiyyatında turizmin payı get-gedə artmaqdadır. Diqqətinizə görə təşəkkür edirik.